insan əbədi səadətə çatmaq üçün hansısa bir yolu getməlidir. Bu dünya məktəblərində, elmi məktəblərdə qəbul olunmuş bir mətləbdir ki, hər bir məktəb görürsən insanın səadətini bir cür tərif eləyibdir, bir cür insanlara tanıtdırır ki, ey insan, məsələn, sən bundan ibarətsən, sənin istedadın bundan ibarətdir. Bu arada biz İslamın əsas nəzərini, yəni ilahi nəzəri, Allah Taala'nın xilqətdən bəşəriyyəti, varlıq aləmini, xilqətdən hədəfi nədir? Biz onu bəyan edirik. İslamın bəyan edirik, İslamın nəzərini bəyan edirik. Allah Taala insanı hədəf əsasında yaradıbdır. Bütün varlıq aləmini hədəf əsasında yaradıbdır. Qərb məktəbi və ümumiyyətlə o ilhadi məktəblər, yəni İslamı, tək Allahlığı qəbul etməyən, bunun müqabilində dayanan məktəblər, onların məktəbinin belə desək, əsas o özəyi, mehvəri insanın elə nəfsani istəklərindən ibarətdir. İnsan mehvərdilər. Onlar insanın səadətini bunda xülasələşdirirlər ki, ey insan, sən azadsan, yəni insan deyilən varlıq bu aləmdə məxluqatın şahıdır və bura kimi o məxluqatın o gülüdür, çiçəyidir, ən üstünüdür. İslam da bəli onu deyir, bütün varlıq aləmi insan üçündür. İnsan digər məxluqlardan yəni üstündür. Digər varlıqları Allah Taala insan üçün yaradıb. Amma Qərb məktəbin buyurur ki, ey insan, sən azadsan, bütün varlıq aləmində, bütün məxluqatdan üstün, ən üstünü sənsən. Odur ki, heç bir maniyə, heç bir iradə sənin istəyin müqabilində dayana bilməz, gərək sənə mane olmasın. Yəni tam onlar azadlığı, insan azadlığını bu cürlə, yəni insanlara çatdırırlar. Ki, çünki insan bu aləmdə ən üstün bir varlıqdır. Odur ki, insan gərək bütün istəkləri təmin ola. Arzusu yerinə. Hər nə istəsə, hər nə cür yaşam tərzi seçsə, hər nə cür istəyir keyflə yaşasın, şəhvətlə yaşasın. Odur, insan buyurur ki, yəni səlahiyyətlidir. Yəni qanun buna sanki icazə verir. Yəni onların varlıq aləmini, təkvin aləmini tərif edəndə buyururlar ki, insan hər nə ürək istəsə, edə bilər. Hər necə istəsə yaşaya bilər. Yəni son qərarı insan özü verir. İnsan özü seçim edir.